olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Bugünkü videomuzda biz DİM-in 11-ci sinif üçün toplusunun ikinci hissəsindən tekstlərimizə baxacağıq. Reading testi işləyəcək biraz. Birinci teksti işləyib kanala yükləmişəm. Baxa bilərsiniz. Açıqlama qisminə linkini yerləşdirərəm. İndi növbə ikincidir. Testimizi işləməyə başlamamışdan əvvəl bunu qeyd edim ki, uşaqlar. Baxın, bunlar reading comprehension testləridir, yəni oxuyub anlamaq. Sizin bu testləri işləməniz üçün teksti əsas hissəsini başa düşməyiniz lazımdır. Buradakı əsas informasiyanı çıxarda bilməyiniz lazımdır. Bunun üçün də sizin müəyyən qədər söz bazanız olmalıdır. Mən demirəm ki, buradakı hər bir sözü bir-bir əzbər bilməlisiniz. Bu şey əlbəttə ki, mümkün deyil. Həmişə bilmədiyimiz bir söz çıxacaq. Amma əsas hissəsini bildiyimiz bir tekstdə bilmədiyimiz sözü də təxmin edə bilərik ki, burada nə demək istəyər, nə deyə bilər, düzdürmü? Və bu çalışmaları testləri işləməyiniz üçün mən deyərdim ki, ilk öncə teksti oxuyun uşaqlar. Yenə qeyd edirəm, bir-bir hər şeyi tərcümə etmək məcburiyyətində deyilsiniz. Onsuz da orada o qədər vaxtınız da yoxdur. Sadəcə ümumi oxuyun. Ümumi bir fikir formalaşsın beyninizdə ki, buradakı söhbət nədən gedir və önəmli hissələrin altına xətt çəkin. Faktların, hadisələrin, coğrafi ərazilərin, illərin, adların altına xətt çəkin ki, burada sizdən soruşanda geri qayıdıb, ayda bu məlumatı harda görmüşdüm deyib bu boyda mətni axtara-axtara qalmayasınız. Sizin artıq məsələn, burada bu adam adının altına xətt çəkmişəm. Bunu soruşacaqsa hardasa, mənim artıq bu qırmızı xətt mənim gözümü alacaq. Mən o informasiyanı rahatlıqla tapacağam. Göz yaddaşımda qalacaq o mənim. Yəni, bu mətni oxumadan birbaşa keçib teksti işləməyiniz mümkün deyil, deyərdim. Bu Azərbaycan dili olsa, öz ana dilimiz olsa, hardasa görən kimi tutaq ki, söz diqqətimizi çəkə bilər bəlkə də. Amma ingilis dilində, məsələn, deyir ki, ilk koloniyanı Tazmaniyada almanlar qurubdu. Bunu mən düz səhv olduğunu bilmək üçün gəlib buradan hardansa first colony sözünü tapmalıyam. Ona görə də bu mənə daha çox vaxt itirəcəyini nəzərə alaraq, yenə mən sizə tövsiyə edirəm ki, ilk olaraq teksti oxuyasınız. Daha sonra çalışmalar üzərində işləyəsiniz. İndi gəlin bir yerdə ilkin olaraq tekstimizi oxumağa başlayaq. Tasmania, the smallest island state of Australia, is home to about 500,000 people. Tasmania, Avstraliyanın ən kiçik ada dövləti, ada ştatı, yarım milyon əhaliyə ev sahibliyi edir. Most of the people, baxın buradakı yarım milyon əhalinin altına xətt çəkin. Və olmalı lazım olar. Most of the people live in the south-east and the north. Əhalinin əksəriyyəti cənub-şərqdə və şimalda yaşayır. Hobart, the capital of the state, ştatın paytaxtı, is the largest city and the main port, ən böyük şəhər və ən önəmli limandır, əsas limandır. Tasmania was discovered by the Dutch explorer Abel Tasman in 1642. Deməli, Tasmania Alman kəşfiyyatçı, tədqiqatçı Abel Tasman tərəfindən 1642-ci ildə tapılıbdır. He called the island Van Diemen's Land in honor of the Governor-General Van Diemen. Deməli, bu generalın şərəfinə adanı Van Diemen'in torpağı adlandırıbdır. At that time, several thousand people were living on the island. Həmin vaxtda bir neçə min əhali yaşayırdı adada. İkinci hissəyə baxırıq. The British founded the first colony on this island in 1803. Britaniyalılar bu adada ilk koloniyanı 1803-də qurublar. Demək, kim qurub? Britaniyalılar. Many of the Europeans living here were immigrants from Great Britain. Buradakı əksər Avropa immiqrantlarının əksəriyyəti Böyük Britaniyadan idi. Later, a number of conflicts between the Europeans and the native people started and led to the Black Wars. Deməli, daha sonralar
Avropalılar və yerli əhali arasında konfliktlər baş veribdi və bu da qara müharibələrə gətirib çıxardıbdı. When those wars ended, there were no native people left on the island and it was governed by the Europeans. Bu müharibələr sona çatanda artıq adada heç yerli əhali qalmamışdı və Avropalılar tərəfindən idarə olunurdu. So the number of the Europeans increased significantly on the island. Beləliklə, adada Avropalıların sayı önəmli dərəcədə artdı. In 1856, those Europeans formed their own government, renamed the island and called it Tasmania, after the name of its explorer Tasman. Deməli, 1856-da bu Avropalılar öz dövlətlərini, hökumətlərini qurdular. Adanı yenidən adlandırdılar, adını dəyişdirdilər və onu tədqiqatçısının Tasmanın şərəfinə Tasmania adlandırdılar. A few years later, Tasmania became a state of Australia. Bir neçə il sonra Tasmania Avstraliyanın ştatına çevrildi. Today, the Tasmanians work in service industries such as communications, IT and tourism. Bugün Tasmaniyalılar əsasən xidmət sektorunda işləyirlər, kommunikasiya, IT və turizm kimi. Besides this, buna əlavə, they are also good at producing a lot of goods which play a key role in the economy of the state. Bundan əlavə, onlar dövlətin iqtisadiyyatında önəmli rol oynayan məhsulların da istehsal edirlər. İstehsalında yaxşıdır. Deməli, tekstimizi oxuduq. Ümumi məlumat aldıq. Biz bildik ki, burada Avstraliyanın bir ada ştatından söhbət gedir. Tasmaniya, onun keçmişi, onun belə deyim də tarixi və bugünü haqqında informasiya əldə etdik. İndi mən belə tərcümə edə-edə yavaş-yavaş oxuyanda sizə uzun gələ bilər. Anlayıram. Amma ki, bunu oxumadan da işləmək mümkün deyil və sizə tövsiyə edirəm ki, daha çox oxuyun ki, oxumanız sürətlənsin. Qavramanız sürətlənsin. Bir var belə yadınızdadırsa, biz təzə oxumağa başlayanda necə heca oxuyurduq, söz oxuyurduq, artıq biz sürətlə oxuyuruq öz ana dilimizdə. Eləcə də digər dillərdə də bunu əldə etməyimizin tək yolu uşaqlar praktikadan keçir, məşqdən keçir. Yəni ayda ildə bir dəfə reading, writing, listening eləməklə sizin gedib orada yaxşı nəticə almanız biraz hardasa utopik bir gözləntidir. Yəni, hər şey məşqdən gedir, praktikadan gedir. Üzərində işləmədiyiniz bir şeydən nəticə almağı da gözləməyin. Bu bir acı həqiqətdir. İndi gəlin çalışmalarımızı işləyək. Bizdən ilk çalışma soruşur ki, testi soruşur ki, mətn nə haqdadır? Yəni, bizdən mətnə başlıq verməyimizi istəyir. Uşaqlar, burada elə bir variant seçməlisiniz ki, həmin teksti oxumayan adam sizin seçdiyiniz variantı oxuyanda başa düşsün ki, söhbət nədən gedir. Tamam mı? Və ola bilər ki, burada hər hansı bir fikir səslənsin və o fikrin eynisini burada hər hansı bir variantda ifadə etsin. Sadəcə siz həmin variantı oxuyandan sonra öz-özünüzə sual verin. Həqiqətən bütün tekst bu haqdaydı. Mən bütün paraqraflarda o tərəfdən və ya bu tərəfdən bu fikrə toxundummu? Bunu özünüzə sual verin. Əgər cavabınız hərdirsə, deməli düzgün variantdasınız. Deməli, gəlin baxaq A variantına. The industry of the island state. Ada dövlətin sənayesi. Xeyr, bu haqda axırda bir cümlə dedi. Amma bütün tekstimiz bu haqda deyildi. A well-known British explorer. Tanınmış Britan tədqiqatçı. Bizə heç belə bir məlumat vermədi bu tekst. A state named after its discoverer. Kəşfiyyatçısının şərəfinə adlandırılmış dövlət. Bəli, elə bu mənim tekstim idi ki, Tasmaniyadır bu və bütün tekst Tasmaniya haqqındadır. The main port of Tasmania. Tasmaniyanın əsas limanı. Onu yenə deyirəm, bu fikri vurğuladı orada. Hobart paytaxt şəhər, həm də əsas liman idi. Amma bütün tekst bu haqda deyildi. The largest city in Australia. Avstraliyadakı ən böyük şəhər. Yenə buna toxunsa da tekst bütünlükdə bu haqda deyildi. İndi ikinci tapşırığa baxaq. Bizdən tekstə aid düzgün cümləni istəyir. The first colony in Tasmania was established by the Dutch.
İlk koloniya deyir ki, Taçlar tərəfindən, yəni Almanlar tərəfindən qurulub. Xeyr, bizə tekst deyir ki, Britaniyalılar tərəfindən qurulmuşdur. Ona görə birinci variantım səhvdir. The native people were involved in the government of the Black Wars. Qara müharibələrdən sonra yerli xalq idarə etmədə iştirak etdi. Xeyr, bizə burada deyirdi ki, bu müharibələrdən sonra heç bir yerli əhali burada qalmadı. Tamamilə məhv oldu, qırıldı. Ona görə 2 də mənim üçün səhvdir. Mənim düzgün cavabım olacaq 3 və 4. Most of the Europeans on the island were immigrants from Great Britain. Avropalı, buradakı immigrantların əksəriyyəti Great Britannia, Böyük Britaniyadan idi. Bəli. The island has been populated by 500,000 people. Adada yarım milyon əhali yaşayır. Bəli, baxın, elə ilk cümləmdə bunu vurğulamışdım. İndi üçüncü tapşırığa baxırıq. Bizdən yenə düzgün cavabı istəyir. What was the result of the Black Wars? Qara müharibələrin nəticəsi nə idi? Qara müharibələrdən sonra heç bir yerli əhali qalmamışdı. Nəticə bu idi. Və ada Avropalılar tərəfindən idarə olunurdu. İndi baxaq görək. Baxın, eyni birbaşa cümləni verməyə də bilər. Onu parafraz da edə bilər. Sinonimlərlə ifadə də edə bilər. Şərt o deyil ki, eyni cümləni, eyni sözləri axtarasınız, tamammı? The Europeans and the native people started to live together. Avropalılar və yerli əhali bir yerdə yaşamağa başladılar. Bu səhvdir. The number of the Europeans decreased in Tasmania. Tasmaniyada Avropalıların sayı azaldı. Xeyr, əksinə artmışdı. The Europeans took control of the island. Bəli, Avropalılar adanın idarəsini ələ keçirdilər. The Europeans let the native people choose their government. Avropalılar yerli əhaliyə öz hökumətlərini qurmağa icazə verdilər. Xeyr, bu da səhv idi. The Europeans left the island of Tasmania. Avropalılar Tasmaniyanı tərk etdilər. Xeyr, burada öz dövlətlərini qurdular. 4-ə baxırıq. Bizdən cümləni tamamlamağımızı istəyir. The Europeans living on the island, adada yaşayan Avropalılar, created a state in Great Britain. Böyük Britaniyada dövlət yaratdılar. Xeyr, Avstraliyada yaratdılar. Changed the name of the island. Bəli, adanın adını dəyişdilər. Van Diemen'in torpağından keçirdilər, Tasmaniya etdilər. Created their own government. Bəli, öz dövlət hökumətlərini yaratdılar. Deməli, 2 və 3 düzdür. Avoid working in the fields like IT and tourism. IT və turizm kimi sahələrdə işləməkdən boyun qaçırtdılar. Xeyr, əksinə elə bu sahələrdə işləyirlər. 5-ə baxırıq. Bizdən definition veribdir və birinci paraqrafda bu sözün özünü tapmağımızı istəyir. To find or learn something for the first time. Bir şeyi ilk dəfə tapmaq və ya öyrənmək, bu olacaq discover, kəşf etmək yəni. Discover. İkinci, məndən istəyir indigenous sözünün sinonimini. Indigenous uşaqlar yerli deməkdir. Bu da olacaq native. Indigenous sözünün ikinci hissədə antonimlərin içində də var idi. İndi 7-yə baxaq. Bizdən nə istəyir? Ən azı 2 sözü dəyişməklə cümləni yenidən yazmağımızı istəyir. Düzdürmü? Tamamlamağımızı istəyir. They are also good at producing a lot of goods. Baxın, bütövmü yazım? Yaxşı. Baxın, bütöv yazmayacağım. Goods yerinə commodities yaza bilərik. Bu da mal məmulat deməkdir. Which play a key role. Key role yerinə significant yaza bilərik. Significant role in the economy of the state. Okay. İndi 8-ci cümlədə nə deyir? Bizdən nə istəyir? Which country in the world would you like to visit and why? Hansı ölkəyə getmək istəyərdin və niyə? Aha, uşaqlar, mən burada yazdım, videonu saxlamışdım ki, ona çox vaxtımız getməsin. Baxın, sadəcə 4-5 cümlə ilə fikrimi izah etdim. İlkin məndən soruşulan suala birbaşa cavab verməklə başlayıram və bu verdiyim cavabı artıq izah etməyə davam edirəm. I would like to visit Japan one day because it has a unique mix of modern life and ancient traditions. The streets are clean and safe. And people are known for being polite and hardworking.
I also want to see the beautiful nature, especially the cherry blossoms in spring. This trip would help me learn more about a different culture and widen my worldview. Deməli uşaqlar, baxın cümlələr arasında coherence var, ardıcıllıq var, axıcılıq var. Fikir bir-birini tamamlaya gedir. Yəni mən burada belə deyim də, məntiqi əlaqə qurmuşam. Hansı ölkəyə səyahət etmək istəyirəm, niyə səyahət etmək istəyirəm, oranın bir-iki özəlliyini də əlavə etmişəm və axırda fikrimi ümumiləşdirmişəm ki, bu səyahət mənə müxtəlif mədəniyyət haqqında öyrənməyə və dünya görüşümü genişləndirməyə kömək edəcək. Yaxşı olar ki, bir dənə giriş cümlə verəsiz, giriş cümlənizi bir-iki cümlə ilə izah edəsiz və ən axırıncı cümləniz də ümumi bu yazdığınız paraqraf üçün sonluq olsun, ümumiləşdirici bir cümlə olsun. O zaman əmin olun ki, siz ən yüksək nəticəni, ən yüksək balı alacaqsınız. Ümid edirəm ki, sizin üçün faydalı olar. Hər hansı bir sualınız olarsa, rəylərdə qeyd edə bilərsiniz. Təşəkkür edirəm.